Oppo elə bir smartfon təqdim etdi ki, bundan sonra smartfon kameralarından tələblərimiz dəyişə bilər. Söhbət Find X9 Ultra modelindən gedir. Bu smartfon 2026-cı ilin ən iddialı flaqman modellərindən biri kimi diqqət çəkir. Oppo Find X9 Ultra xüsusilə kamera sistemi ilə bazarda fərqlənir. Telefon 200 megapiksellik arxa kamera ilə təqdim olunan ilk flaqman modeldir. Kamera sistemi isə məşhur Hasselblad ilə birgə hazırlanıb və cibinizdə Hasselblad kamera devizi ilə təqdim olunur. Cihazın kamera quruluşu ümumilikdə 6 lens üzərində qurulub. 200 megapiksel əsas kamera yüksək işıq qəbul etmə qabiliyyətinə malikdir. Ona əlavə olaraq 200 megapiksel 3x telefoto kamera portret və yaxın çəkilişlər üçün nəzərdə tutulub. Bununla yanaşı 20x optik keyfiyyətə yaxın zoom təqdim edən 50 megapiksel telefoto və daha çox işıq qəbul edən 50 megapiksel ultra geniş bucaqlı kamerada mövcuddur. Bütün bu sistem 8K keyfiyyətində fərqli fokus məsafələrində çəkiliş imkanı yaradır. Yeni Hasselblad Master Mode təbii rənglər, yüksək detal və hətta klassik film effektlərini simulyasiya edən xüsusi rejimlərlə bu təcrübəni daha da gücləndirir. Video çəkiliş tərəfində də cihaz olduqca güclüdür. Telefon 8K 30 FPS və 4K 120 FPS video dəstəyi verir. Yeni O-Log 2 profili sayəsində kölgə və işıq balansı daha detallı qorunur. Oppo bu modeli yalnız telefon kimi yox, həm də kontent istehsalı üçün tam bir alət kimi təqdim edir. Hətta Tilta ilə əməkdaşlıq çərçivəsində ND filtr və manual fokus aksesuarları da mövcuddur. HDMI çıxışı isə cihazı peşəkar çəkiliş sistemlərinə qoşmağa imkan verir. Dizayn baxımından telefon Hasselblad X2D100C modelindən ilham alıb. Arxa hissədə ekoloji dəri istifadə olunub və 3 fərqli rəng seçimi təqdim edilir. Cihaz kristal qalxan şüşə ilə qorunur və IP66, IP68, IP69 sertifikatları ilə suya və toza qarşı maksimum müdafiə təmin edir. Qısası, Oppo Find X9 Ultra sadəcə bir smartfon deyil, bu həm fotoqraflar, həm də kontent yaradanlar üçün güclü və peşəkar bir vasitədir.